Herkese salam gənclər. Mən MHM Tədris Mərkəzinin ingilis dili müəllimi Turanə Paşayeva. Gənclər, bugün biz keçən il ingilis dilindən maksimum nəticə toplamış, yəni 100 bal toplamış Nuray qızımızla görüşdük. Nuray, xoş gəlmisən. Dəvətimi dəyərləndirdiyin üçün sənə təşəkkür edirəm. Yenə qeyd edeyim, Nuray keçən il ingilis dilindən 100 bal toplayıb, artıq birinci kurs tələbəsidir. Nuray, düşünürəm ki, bugün səninlə olan söhbətimiz abituriyentlər üçün bir motivasiya olacaq. Onların da beynində müəyyən suallar var ki, onlara cavab tapacaqlar. Gəl ilk sualımı mən sənə verim. Çoxları düşünür ki, 100 bal toplamaq üçün qeyri-adi bir zəka lazımdır və yaxud yəni xüsusi nələrsə lazımdır. Mən sənə sual verirəm. 100 balı toplamaq necədir? Yəni nə etməlidir şagird 100 bal toplamaq üçün? Sən nə etdin ki, 100 bal topladın ingilis dilindən? Mən yəni hər kəsin elədiyi kimi sadəcə sizin verdiklərinizi yazdım. Bəli. Sizin göstərdiyiniz yoldan getmişəm. Belə ekstra qeyri-adi bir şey də eləməmişəm əslində. Hər kəsin edə biləcəyi bir şeydir burada. Yəni sırf uşağın ağlı yüksək olmalıdır kimi bir şey deyil bu. Düşüncə deyil deyirsən. Çox Aha. çalışmaq lazımdır. Sadəcə budur. Əla. Nuray, bir səndən soruşmaq istəyirəm. Məhz son bir ay, imtahana bir ay qalıb artıq, 32 gün qalıb hətta. Son bir ay qala nə etmişdin? Yəni, nə yadıma gəlir ki, bax, məsələn, son bir ay qala mən bunları etmişdim. Onu xatırlayıram ki, nədən başım çıxmırdısa, nəyi az bilirdimsə, onları bir sistemləşdirdim. Sırf onlara yönəldim. Bildiyim şeyin üstündə yazmaq ya da ümumi o sınavlara getmək kömək edir, amma əsas bilmədiklərimə daha çox yönəldim. O mənə daha çox kömək oldu Kömək deyə. oldu, bəli. Biz sınaqlar işləyirdik də. O sınaqlarda çətin olan məqamlar çox vaxtı olurdu ki, bir səhv eləyirdin, düzdür? O bir səhvsiz sınağı mən düşünmürəm ki, ola ya da olursa da nadir halda olurdu. Əslində elə bilirdik ki, o nəticəni verəcəksən. Nuray, növbəti bir sual. İmtahan müddətində, yəni sualları həll edərkən heç qorxdunmu vaxtın, zamanın çatmayacaq və məhz o vaxtı, zamanı necə idarə elədin? Yəni hamı kimi mən də qorxdum əlbəttə. Bilmədiyim sual olanda ötürürdüm əsas olaraq. Aha. Bir də sonradan qayıdaram düşüncəsi olmadan bunu elədim. Yəni bir şansım var, bunu indi ya düz yazacağam, ya heç olmayacaq kimi. Əla. O biraz da qorxu gətirdi, qorxu diqqət gətirdi. Elə mən məncə bunu bacardım. Bəs Nuray, həyəcan var idi səndə Çox. imtahan zamanı, anında? Bəli, o vərəqin ilk qapağını açana qədər çox idi həyəcanım. Suallara baxdıqca əslində nə qədər rahat imiş hissi Bəli. gəldi əsas. Bəli, özgüvən gəldi, düzdür? Əla. Bir də imtahana getməmişdən öncə səhər yadımdadır ki, mən sizə nələr tapşırmışdım? Atmışdım listenqlər. Bəli, O kömək olmuşdumu sənə? çox olmuşdu. Mən son bir həftədə ancaq listenqlə yönəldim, ancaq onu işlədim. Faydasını da gördüm. Çox gözəl, çox əla. Həqiqətən çox şad oldum bunları eşitməyə. Nuray, növbəti bir sual. Bəzi şagirdlər gəlir ki, mən qrammatik qaydaları əzbər bilirəm, lakin testlərdə tətbiq edə bilmirəm. Səncə qrammatik qaydalar əzbərlənməlidir, yoxsa məntiqlə, üsulla yadda saxlanılmalıdır? Təbii ki, başa düşmədiyin şeyi yaza da bilməyəcəksən. Əvvəl bir qaydanı nə üçün olduğunu bilmək lazımdır. Tam haqlısan. Əzbər yerində olsa yaxşıdır. Yəni əzbərləmədən də getmək olmaz, amma əsas məntiqini tutmaqdır. Ondan sonra hamısı daha rahat gəlir. Çox doğru. Bəli, tamamilə haqlısan. Deməli, Nuray, imtahan öncəsidir. Şagirdlər gedirlər sınağa hal-hazırda. Biraz sınaqdan aşağı bal gəlir. Əslində gözlədiyi o deyil də. Şagirdin bilirəm ki, hazırlıqlıdır, amma müəyyən nüanslar var, toxunur onlara və bal düşür aşağı. Səncə, səhvlərin üzərinə getmək, motivasiyadan düşmək nə dərəcədə doğrudur? Yəni bunu etməsinlər deyə nə deyə bilərsən ki? Yəni motivasiyadan düşmək, səhvlərin üzərində dayanmaq və ora köklənmək bizi əslində geri salırmı, yoxsa necə addım atsınlar? Sınaqdan gələndə səhvləri varsa baxsınlar ki, nəyi səhv eləmişəm, niyə səhv eləmişəm, nə idi mənə mane olan. Vaxt da çatmaya bilər, mövzunu ümumiyyətlə bilməyə də bilər. Boşluğu tapıb onu doldurmaq lazımdır əsas olaraq. Motivasiyadan düşməli bir şey yoxdur. Daha da özünü inkişaf elətdirmək üçün bir səbəbin var orada. Bəli. Ona köklənmək lazımdır, özünü daha çox inkişaf etdirmək lazımdır. Bəli, əslində Nuray tamamilə düz deyir. Mən də deyirəm ki, yəni bu sınaqdır. Əslində sınaq sənə harda zəif olduğunu göstərir. Deməli, sənin orada bərpan lazımdır həmin hissədə. Çox doğru, təşəkkürlər. Nuray, deməli imtahanlara bir ay qalmış bizim əlavə dərslərimiz olurdu. Axşam dərsləri, yaşıl ağacın altı, yəqin ki, xatırlayırsan. Məhz o yaşıl ağacın altı artıq bir paroldur. O dərslərin sənə nə kimi müsbət tərəfi oldu?
orada hamımız qoşulurdu. Axşam vaxtı olmağına baxmayaraq heç kəs yorğun olmurdu. Hamı həyəcanla o dərsi gözləyirdi. Çox da maraqlı keçirdi. Yəni sizdən də çox şey öyrənirdim, amma sizdən çox şagirdlərdən çox şey öyrənirdim. Hərəyə öz səhvlərini deyirdi, hərə öz çatışmazlığını deyirdi, nəyi bilmirdi, nəyi hansı üsuldan eləyirdi. Bəli. Deyirdi, eləyirdi, maraqlı gəlirdi mənə. Uşaqlardan daha çox öyrənirdim mən. Bəli. Orda belədir ki, hər kəs öz problemini deyirdi. Bəli. Və məsəl üçün tutalım ki, götürək Əli bir sual verildi və sən baxırdın ki, Əlidə olan o çatışmazlıqlar əslində səndə də var imiş və o izahdan öz payına götürürdün. Nə xoş mənə, nə gözəl. Təşəkkür edirəm. Nuray, zaman daraldıqca şagirdlər panikaya düşürlər. Bax, o panikaya düşən şagirdlərə məsləhətin nədir? Səncə panikaya düşməkmi onlara xeyirdir, yoxsa planla hərəkət etmək? Yəni panikaya düşməyin heç kəsə xeyri yoxdur, əsas onu bilirəm. Vaxtınız varsa, daha sakit düşünməyə çalışın. Əsas sualları oxudunuz, baxdınız, yazdınız. Nə qaldı geridə, onlara gedin baxın. Hər dəfə deyirdinizsə, bilmədiyiniz sualın yanına bir işarə qoyun, sonra ora qayıdarsınız. Onsuz da işarəni qoymusunuzsa, bilirsiniz ki, nədir boşdur. Tez qayıdıb onu həll etməyə çalışın. Olmadı o birisinə keçin. Yəni panikaya düşmək sadəcə səhv cavab atmağınıza səbəb olacaq. Onu da o riskə də girməyin sadəcə. Bilirsinizsə yazın, olmadısa olmadı. Tamamilə haqlısan əslində. Bəli, həmişə deyirdim ki, dayanma da, yəni bir sualın üzərində 5 dəqiqə dayanıb düşünməyin, o biri suala etdiyin haqsızlıqdır. Düzdür? Bəlkə də o sualı sən anidən yazıb keçəcəksən. Bəs yaxşı, Nuray, belə bir sual verim. İngilis dilinə, o qrammatik suallara, mətin və dinləmə, hansında daha çox dayandın? Hansı səni daha çox düşündürdü, daha çox vaxtını aldı? Mən düşünürdüm ki, writing-də daha çox dayanacam, onu bilməyəcəm. O daha rahat keçdi. Essay, düzdürmü? Essay, bəli. Bir listening-dən qorxurdum, bir writing-dən qorxurdum. Onlar çox rahat keçdi. Ən güvəndiyim qrammatika idi ki, onu əslində çox rahat yazmışdım, amma sonda kollaşdırmaya gələndə fikir verdim ki, 3 dənə sualı əslində səhv yazmışam. Görürsünüz Son uşaqlar? anda onu düzəltdim. Orda yəni əvvəl vərəqə açan kimi tez yazın, tez keçim, o biri sualları keçim düşüncəsi ilə əslində mən də əvvəlində panikaya düşmüşdüm deyə deyirəm. Bunu panikaya düşməyin. Evet. Ağılla işləyin. Bir baxın ki, səhv gedir, düz gedir. Sualı düz oxuyun, tam oxuyun. Əsas odur. Bəli, Mən hər tam zaman oxumadan. deyirəm mən də ki, sona kimi oxuyun. Bəli, mən Hə. ona görə səhv eləyirdim az qalsın. Son anda düzəltdim. Ona görə siz də çalışın ki, təşvişə düşməyin. Əla, görürsünüz uşaqlar, 100 balım olmayacaqdı yoxsa. Bəli, mən də hər zaman şagirdlərə deyirəm ki, hətta xüsusi suallar deyirəm ki, bax bunu sona kimi oxuyun. Tələsməyin. İmtahana girəndə düşünürlər ki, yox çatdıra bilməyəcəm. Xeyr, çatdıracaqsınız yəni. Vaxt sənin, zaman sənin. İngilis dilində elə bir fəndir ki, burada riyaziyyat qədər uzun bir vaxt sərf eləmək gərək deyil. Amma diqqət lazımdır orada. Tamamilə haqlısan. Bu söhbətimiz Nuray çoxlarına yol açacaq. Həqiqətən çoxlarına kömək olacaq. Çox abituriyentə yol açacaq. Təşəkkür edirəm səmimi cavabların üçün. Nuray, bilirik ki, yəni bu uğur sadəcə müəllimin və şagirdin birlikdə uğuru deyil. Burada həm də valideynin çox böyük rolu var. Ümumiyyətlə bir şagirdin uğurunda valideynin çox böyük rolu var deyə düşünürəm. Sənin bəs ən çox motivasiya mənbəyin kim idi? Kimdən daha çox güc alırdın? Sənə ən çox dəstək göstərən kim idi? Bura müəllimlərin də daxildir yeri gəlmişkən. Yəni əslində hər kəs, ətrafımda olan hər kəs mənə həm inanırdı, həm dəstək verirdi. Hamısına çox sağ olsunlar, amma məncə atamın rolu burada çox fərqli idi. Çünki mən nə vaxt sınağa getsəm, ya da elə imtahanın özünə getsəm, sorsam ki, bəs birdən olmadı, birdən nə oldu? Atam həmişə deyirdi ki, sən özünün bacardığını yazmırsan da, sən yenə mənim qızımsan. Səndən bu qədər bal gözləyirəm sözü heç vaxt olmayıb məndən. Sən əlindən gələni elə sözü olub. Mən əlimdən gələni elədim. Əlimdən gələn də buydu. Nə Çox yaxşı. gözəl. Məncə sən çox böyük bir iş görmüsən həqiqətən. Çox yüksək bal toplamısan. Hal-hazırda Azərbaycan Dövlət Neft Sənaye Universitetinin İnformasiya Təhlükəsizliyi fakültəsində təhsil alan Nuray çox möhtəşəm bir şeydir. Həqiqətən valideynlərimi mən buradan alqışlayıram. Elə məhz düşünürəm ki, biliyin təməli, müəllimə qoyulan hörmət elə ailədən gəlir. Nə qədər ki, ailədə təhsilə, müəllimə önəm var, o ailənin şagirdləri, daha doğrusu övladları 1-0 öndə olurlar. Buna hər zaman inanmışam.
Çox təşəkkür edirəm və burdan da valideynlərimə də bir təşəkkür etmək istəyirəm ki, həqiqətən həm səni məndən tanışdırıblar, həm də ki, səni bu şəkildə istiqamət veriblər və valideynlərə səslənirəm. Bəli, hər bir halda, istər səhvi ilə, istər düzü ilə, onlar bizim övladlarımızdır. Yəni mən şagirdlərə deyirəm və şagirdlərimə də, valideynlərimə də imtahan öncəsi bir müraciətim olsun bu ki, fərqi yoxdur. Nəticə nə olur olsun. Onlar bizim əsərimizdir, bizim necə deyim, sevgimizdir. Biz onlara hər bir halda dəstək olmalıyıq. Yanlışı ilə, doğrusu ilə, əgər yanlışdırsa, doğrunu göstərməklə. Yəni belə deyək də, bunu hər zaman şagirdlərimə də deyirəm, Nuray, bəlkə sizə də demişəm. Deyir, Osmanlı divarlarında, dərshanelərində yazılmışdı ki, biz heç bir quşdan üzməyi, heç bir balıqdan uçmağı tələb eləyə bilmərik. Yəni sənin övladının tutumu kapasitəsi nədirsə, onu tələb eləməlisən. Sən ay filan kəsin övladı bunu bacardı, sən niyə bacarmadın? Bu söhbətlərdən maksimum dərəcədə uzaq olun. Bu fikirləri şagird öz övladlarınıza yeritməyin. Nədir odur? Yəni nəyi bacarır? Heç kim mükəmməl şəkildə bir hüquqşünas olmaq məcburiyyətində deyil. Mükəmməl şəkildə hüquqşünasla yanaşı, mənim mükəmməl şəkildə bir elektrikə, bir necə deyim, masterə də ehtiyacım var. Düzdür, bəlkə sənin övladın hüquqşünaslıqda özünü tapmır, amma mükəmməl bir, necə deyim, rəssam olur. Düzdür, mükəmməl bir ifaçı olur, bir aktyor olur. Yəni insan özünü tapmalıdır əsas. Çox gözəl. Təşəkkür edirəm valideynlərinə sənin burdan. Nuray, səncə Turanə Paşayeva şagirdi olmağın bir üstünlüyü var idimi sənin üçün? Var idi. Mən sizinlə dərsə başlayandan heç vaxt yəni bir sual verməyə çəkinmədim, cavab verməyə çəkinmədim. Siz yəni həm müəllim oldunuz, həm bir dost oldunuz bizə. Çox yanımızda oldunuz imtahan müddəti boyunca. İmtahandan sonra da bizim yanımızda çox oldunuz. Hər dəfə motivasiya olaraq deyirdiniz, biz sizlə görüşəcəyik. Yəni o yaşıl ağacın altında həqiqətən biz görüşdük də, danışdıq da. Bəli. Mən o gün üçün əslində çox çalışdım. O gün sizin qabağınıza ən mükəmməl halımla çıxmaq üçün əslində bütün dərslərimi də bunun üçün oxudum. İngilis dilini çox da bunun üçün oxudum. Məncə bacardım da, yəni 100 bal Bəli, olaraq da gəldim, bəli. qabağınızda Çox durdum. bacardın. Ən möhtəşəmini bacardın. Hətta buna görə təşəkkür edirəm. Bəli, biz yaşıl ağacın altında görüşəndə deyirdim ki, məhz qalib olaraq, siz zəfər qazanan bir komanda olaraq görüşəcəyik və o sözümü çox şükür ki, tutmuşam. 3 ildir ki, tutmağa davam edirəm. Bu il də gənclərimə söz vermişəm ki, yenə də yaşıl ağacın altında necə axşamlar toplaşırıq, yenə də qalib kimi toplaşacağıq. Bəli, sən ən mükəmməl formanda çıxdın. Fərqi yox idi. Nəticən 100 olsun, 60 olsun, 50 olsun, nəticəsi nə olur olsun, bütün şagirdlərim mənim üçün dəyərlidir. Amma 100 yığanlar işini ən möhtəşəm şəkildə, yəni təqdim edənlərdir belə düşünək. Hər biriniz dəyərlisiniz. Məsələ onda deyil. Amma məhz sən öz qarşına məqsəd qoydun ki, mən müəlliməmin qabağına mükəmməl şəkildə çıxacağam. Çıxdın da, təbrik edirəm səni. Yenə deyirəm, nə xoş mənə ki, yolum məndən keçdi. 100 ballıq nəticəni bir kənara qoyduq və bilirəm ki, sən MHM-lə, Amir müəllimlə, Elsəvər müəllimlə və Ramal müəllimlə də bu yolu getmisən. Bundan əlavə, belə deyək də, Gülnarə müəllimə ilə, fizika müəlliməmiz, bəli. Bundan əlavə bir şey deyim. Bu 100 balı qoydum kənara. Bu hazırlıq dönəmi sənə bir şəxsiyyət olaraq nə qatdı? Sən bu hazırlıq dönəmində nəyi özündə aşkarladın? Mən bütün fənlərə MHŞM-dən əslində onlayn qoşulmuşdum. İlk başlarda heç inanmırdım ki, özümə də inanmırdım. Onlayn təhsilin bu qədər mənə çox qatqı sağlaya biləcəyinə də inanmırdım əslində. Yəni çox böyük kömək oldu mənə bu dərslərin hamısının. Bütün ön yarğılarımı da aşdım. Bilmədiyim insanlar, bilmədiyim müəllimlər, uzaqdan hamısı ilə əslində bir dost kimi, bir ailə kimi oldum. Məsafənin bir önəmi olmadığını da burada anlamış oldum. Gözəl. Siz mənə çox kömək oldunuz. Bütün müəllimlər, bütün şagirdlər də mənə kömək oldu. Dostlar qazandım oradan nə qədər. Yəni çox xeyiriniz oldu mənə. Əla. Həqiqətən boşuna demirlər ki, MHM bir ailədir. Bizdə elə bir müəllim, elə peşəkarlar yəni yığılıb ki, inanmıram ki, şagirdimizin hər hansısa bir nəinki tədris baxımından, bir necə deyim, emosional baxımından da bir problemin olmaması üçün əlimizdən gələni eləyirik, dəstək göstəririk, yeri gələndə motivasiya eləyirik. Yenə deyirəm,
Çox xoş oldu, həqiqətən. Təşəkkür edirəm sənə bu gün gəldiyin üçün, bu zamanımızı birlikdə keçirdiyimiz üçün, bir də o yaşıl ağacın altına qayıtdığımız üçün, bir qrupda olan, bizimlə bu yolu keçən bütün şagirdlərimə buradan salamlarımı çatdırıram. Hər biriniz çox dəyərlisiniz. Yeri gəlmişkən yenə bir yaşıl ağacın altında görüşmək lazımdır. Gənclər, darıxmışıq. Sağ olun, görüşərik.